Hüseynün bir süt əmər balasın, təşnə oxladılar kan diyarında. Yaralı kuş tək biləkdə bala, çaldı həlayaq ya Resulallah. Bismillahirrahmanirrahim. Demək, İmid kəndində Həzrət Muhammed Rəsulullah məscidi tərəfindən və Vilayət Aşiqləri Fondu tərəfindən hər gün Məhərrəm ayı başlaması münasibətilə hər gün yol kənarında ehsanlar təşkil olunur. Bu ehsanların təşkilində kənd sakinlərinin və eləcə də möminlərin, cavanların böyük dəstəyi var. Allah verilən ehsanları öz dərgahında qəbul etsin. Bu ehsanlar bir növ Məhərrəmliyi, Aşuranı insanların yadında daha da canlandırmaq üçün və o böyük tarixi hadisəni insanların yaddaşına daha da möhkəm salmaq. Allah bir daha verilən insanları qəbul etsin. Viladette Cebrail emin, gahi varesini geldi terpetti. Veli bilmem Kerbela'da niye, sinesin boğazın şimre görsetti. Maadallah Allah'ın kanını çöktü ehli Irak ya Resulallah. Hüseyin geldi Kerbela'ya konak, gözlerinden Irak ya Resulallah. Ölüm Asşan Fatıma balası, düştü elden uzak ya Resulallah. Muharrem'de kan gelir coşar, düşer yâda kadri şeş coşar ya Resulallah. Selam olsun kanlı leblere ki istiden kurudu su kenarında. Diyerler su mehri Fatıme'di, kaldı ecnebiler ihtiyarında. Hüseyin'in bir süt əmər balasın, təşnə oxladılar kan diyarında. Yaralı kuş tək biləkdə bala, çaldı həlayaq ya Resulallah. Hüseyin geldi Kerbela'ya konak, gözlerinden Irak ya Resulallah. Ölüm Asşan Fatıma balası, düştü elden uzak ya Resulallah.